Xanımlar və cənablar, mən hamını bu əlamətlər hadisə ilə bağlı təbrik etmək istərdim. Biz indicə Aqri layihəsi üzrə mühüm bir bəyannamə imzaladıq. Bu layihə üzərində biz uzun müddət çalışmışıq. Baxmayaraq ki, bu layihə nisbətən yeni bir layihədir, lakin eyni zamanda bu layihənin çox yaxşı gələcəyi vardır. Biz bugün bunu müzakirə etdik. Ölkələrimizin liderlərinin, insanlarımızın, şirkətlərin və nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün etdiyi səylər artıq yaxşı nəticələr verir. Biz böyük bir inkişafın başlanğıcındayıq və əminəm ki, bu inkişaf uğurlu olacaqdır. Biz layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan hər bir şey var. İlk növbədə bizim çox güclü siyasi iradəmiz var. Ölkələrimiz arasında həm iki tərəfli, həm də çox tərəfli səviyyədə sıx əməkdaşlıq mövcuddur. Bugünkü summit bunun yaxşı göstəricisidir. Bizim böyük həcmdə təbii ehtiyatlarımız var. Azərbaycanın Şahdəniz və digər qaz yataqları hasilatı artırmaq üçün öz töhfələrini verəcəkdir. Bizim etibarlı nəql etmə və tranzit marşrutlarımız mövcuddur. Bizim dost qismində istehlakçılarımız var ki, onların qaz təchizatının əlavə mənbələrinə ehtiyacları var. Əgər biz istənilən potensial enerji layihəsində bütün əhəmiyyətli elementləri bir araya qoyarıqsa, onda görərək ki, mənzərə çox vəd edicidir. Zənnimcə, imzaladığımız bəyannaməni hansı sürətdə və səmərə ilə icra etməyimizdən, hansı sürətdə və səmərə ilə texniki əsaslandırmanın hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırılmasından və bütün təcrübə və texniki bacarıqlarımızın istifadəsindən çox şey asılı olacaqdır. Nəhəng enerji layihələrini irəliyə aparmaq və icra etmək təcrübəsi əminəm ki, bizə uğur gətirəcək. Bizim özəl təcrübəmiz var və bugün biz sərmayələrin cəlb edilməsi, neft və qaz sahəsində sərmayə qoymaq və maliyyə ehtiyatlarının artırılması üçün beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini, tikilən boru kəmərlərini və istehlakçı, tranzit və hasilatçı ölkələr arasında qurulan yaxşı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu maraqlar balansı, qarşılıqlı asıllıq, layihələrin uğurla həyata keçirilməsi üçün mühüm elementlərindən sayılır. Başqa sözlə desək, layihəni həyata keçirmək üçün bizə lazım olan hər bir şərait var. Ümid edirəm ki, bugünkü imzalanma mərasimi və apardığımız danışıqlar, şirkət və nazirliklərin nümayəndələrinə verdiyimiz göstərişlər, gələcəkdə uğurun əldə olunması üçün öz rolunu oynayacaqdır. Bir daha bu mühüm tarixlə bağlı hamını təbrik etmək istərdim. Əminəm ki, bugün tarixdə öz yerini tapacaq. Tərəfdaşlığı, enerji təhlükəsizliyini, üzərində çalışdığımız tədbirləri gücləndirəcək, xalqlarımız və regionlarımız arasında əməkdaşlığa, çiçəklənməyə və uğurun əldə olunmasına gətirib çıxaracaq. Bir daha mən hörmətli qonaqlarımıza bizimlə bir araya gəldiklərinə və bütün iştirakçıların gərgin əməyinə görə təşəkkür edirəm. Çox sağ olun və sözü Prezident Saakashviliyə verirəm. İlk növbədə mən Azərbaycan tərəfinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Mən Bakıya tez-tez gəlirəm və hər dəfə buraya gələndə bu şəhərin təkcə həmişə inkişaf etdiyini deyil, onun parlaq gələcəyə sürətlə addımladığının şahidi oluram. Əslində çox canlı şəhərdir. Burada həmişə nə isə baş verir. Dünən bizim içəri şəhəri gəzmək və şəhərdə aparılan yeni tikinti işləri ilə yaxından tanış olmaq üçün gözəl imkanımız oldu. Bilirsiniz, bu siyasət elə bir faktda, elə bir fikrə əsaslanır ki, Azərbaycanın bütün gəlirləri insanların, xalqın rifahına yönəlməlidir.
Azərbaycanda məhz belə nəticələr əldə olunur. Düşünürəm ki, bunun əsasında davamlı, uzaqgörən siyasət dayanır. Bakının gözəlliyi və Prezident İlham Əliyevin ruh yüksəkliyi, onun öz ölkəsinin gözəl gələcəyini necə təmin etməsinə dair baxışları məndə dərin təəssüratlar yaratdı. Bir daha qeyd etmək istərdim ki, bugün burada baş verənlər tarixdir. Əgər xəritəyə nəzər yetirsəniz, görərsiniz ki, bu enerji daşımaları üçün ən məntiqi marşrutdur. Belə ki, bu düz xətt üzərində yerləşir və ən qısa yoldur. O, Qara Dənizdən 1100 kilometr məsafəni əhatə etməklə enerji ehtiyatlarının Xəzər dənizindən Avropa istiqamətinə daşımasında ən qısa yoldur. Bu layihənin daha öncə ərsəyə gəlməməsinin səbəbi burada üçüncü tərəflərin müəyyənləşdirilməməsi idi. Eyni zamanda biz Türkiyə ərazisindən keçən Nabucco boru kəmərini də tam dəstəkləyirik. Lakin Aqri layihəsi şübhəsiz ki, ən məntiqi və qısa yoldur. Prezident Trayan Basescu da bu layihənin sadəliyini görənlərdən biri oldu. O da bu layihəyə razılıq verdi, lazımlı işləri həyata keçirdi. Bugün biz Macarıstanın baş naziri Viktor Orban'ı burada görməyimizə şadıq. Zənnimcə, bu onun ölkəsi üçün, şərq tərəfdaşlığı proqramı üçün vacib məsələdir. Gələn il Macarıstan Avropa İttifaqının sədrliyini üzərinə götürəcək. Biz hamımız Avropa İttifaqının şərq tərəfdaşlığı ilə daha sıx əlaqələrin yaranması üçün və bütün istiqamətlərdə hansı işlərin görülməsində böyük rol oynayırıq. Bu nöqteyi nəzərdən düşünürəm ki, biz Macarıstanın özündə, siyasətində, Macar hökumətində yeniliklər müşahidə edirik. Demək istəyirəm ki, onlar islahatlar həyata keçirirlər. Bizim də çox islahatçı ölkə olduğumuzu bildirmək istərdim. Lakin bu mənada Macarıstanın da adını çəkməyə bilməzdim. Digər tərəfdən düşünürəm ki, bu şərq tərəfdaşlığı siyasətinin tərkib hissəsi kimi yeni enerji təchizatına gətirib çıxaracaq. Bizə yeni enerji və yeni təkan lazımdır. İndi Macarıstanın bu layihədə iştirakı Avropada enerji layihələrinə yeni nəfəs verəcək və yeni baxış yaradacaq. Eyni zamanda biz Macarıstanın və Rumıniyanın enerji sahəsində ümumi Avropa İttifaqı siyasətinin yaradılması və Avropada uzun müddətli enerji təhlükəsizliyini təmin etmək üçün səylər göstərəcəyinə ümid edirik. Mənim ölkəm hələ bir neçə il öncə enerji məsələsində təhlükəsiz deyildi. Bugün Gürcüstanın enerji təhlükəsizliyi və davamlı inkişafını təmin etmək üçün səylərini bir aya toplayan Azərbaycanlı dostlarımızın və digər tərəfdaşlarımızın sayəsində Gürcüstan dünyanın ən sabit və təhlükəsiz ölkələri sırasındadır. Düşünürəm ki, bu şaxələndirmənin, aydın fikrin, yaxşı tərəfdaşlığın, şəffaflığın, məsuliyyətin və bu layihənin etibarlılığının parlaq nümunəsidir. Azərbaycana nəzər yetirsəniz, özünüzdə şahid olarsınız ki, bir çox layihələrdə bu ölkə heç kimi, heç vaxt çətin vəziyyətdə qoymayıb. Digər enerji ixracatçılara nəzər yetirdikdə bunun müstəsna hal olduğunun şahidi olacaqsınız. Bu nöqteyi nəzərdən indi biz nikbin olmalıyıq. Bu ümumi bir bəyannamə deyil, bu reallıqdır. Bu baş verəcək və bu regionda həyata keçiriləcək ən sürətli layihə olacaq. Çox sağ olun. Çox sağ olun, cənab prezident. Söz Rumıniya prezidentinə verilir. İlk növbədə icazə verin, mən öz həmkarlarımı təbrik edim. Çünki biz razılıq əldə etdik. Bəyənnamədə qeyd edildiyi kimi, biz bu layihəni reallaşdırmaqda qərarlı olduğumuzu açıqladıq. Mən hesab edirəm ki, bu layihə ilk növbədə Avropa Birliyinin şərq tərəfdaşlığına doğru yanaşmasının sübutudur. Bu layihə sübut edir ki, Avropa Birliyi sərhədlərinin şərq hissəsində yerləşən ölkələr hər iki tərəfin maraqları çərçivəsində əməkdaşlıq edə bilər. Layihə eyni zamanda Avropa Birliyinin açıq bazarı təmin etmək məqsədi ilə alternativ yollar yaratmaq strategiyasına uyğun gəlir. Həmçinin
Bu layihə Qara dənizin iki tərəfini birləşdirən, demək olar ki, ən mühüm layihədir. Uzun müddət mən Avropa Birliyi və digər beynəlxalq təşkilatlarda belə bir fikri dəstəkləmişəm ki, Avropa Birliyinin, hətta NATO-nun təhlükəsizliyi, Xəzər dənizi və Mərkəzi Asiyada baş verən hadisələrdən çox asılıdır. Bu layihə Avropa Birliyi ölkələri, Xəzər dənizi və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa öz töhfəsini verəcəkdir. Mən əminəm ki, Azərbaycan hazırda layihənin ilk təminatçısıdır. Lakin Azərbaycan layihənin yeganə təminatçısı olmayacaq. Bundan əlavə, layihə Avropa Birliyinin şərq hissəsinin enerji təhlükəsizliyi sahəsinə daxil olmaqla bu sahəyə də öz töhfəsini verəcəkdir. Biz 2 il bundan öncə nə baş verdiyini bilirik. Ukrayna ərazisindən qaz təchizatı sual altında idi. Həmin dövrdə Rumıniya kifayət qədər qaz enerjisinə malik idi və qazın həcmi nöqteyi nəzərindən Bolqarıstan kimi ölkələri təmin edə bilərdi. Lakin əlaqələrin olmaması səbəbindən Rumıniya bu ölkəyə yardım göstərə bilməyir. Hazırda Avropa Birliyi, Rumıniya və Macaristan, Rumıniya və Bolqarıstan arasında qazın ötürülməsi üçün zəruri infrastrukturu maliyyələşdirib. Biz hesab edirik ki, Macaristanın bu layihədə iştirak etməsi layihəni Avropa Birliyi daxilində rəqabətə davamlı və effektiv edən amildir. Bu layihə siyasi qərarlara deyil, səmərəliliyə əsaslanan yeganə layihədir. Əlbəttə, kimsə bu layihəyə daxil olmağın xərclərini müəyyən etsə, o asanlıqla əmin olacaq ki, bu ən doğru iqtisadi həll yoludur. Layihənin ilkin mərhələsinin infrastrukturu Rumıniya, Macaristan, Avstriya və digər ölkələrin ərazisində qurulacaq. Layihəni ölkəmizin ərazisində reallaşması üçün yalnız biri Gürcüstan, digəri isə Rumuniyada olan 2 maliyyələşdirilmiş təbii qaz terminalı və Gürcüstan ərazisində terminalın 100 kilometr genişləndirilməsi ilə əlaqədar investisiya qoyulması kifayət edir. Bu onun ucuz, effektiv və mərhələlərlə inkişaf etdirilə biləcək bir layihə olmasının göstəricisidir. Keyfiyyətli nəticələr üçün biz bugündən Aqri layihəsinin tərəfdarıyıq. Əlbəttə, biz Nabucco layihəsinin əleyhinə olmayacaq. Biz onun da əsas tərəfdarıyıq. Lakin Rumıniya daha çox Aqri layihəsinə dəstək göstərəcək. Çünki bu layihə tezliklə reallığa çevrilə bilər. 2-3 ilə bu real olacaq. Təşəkkür edirəm. Çox sağ olun, cənab prezident. Buyurun, baş nazir. Təşəkkür edirəm. Məndən öncə çıxış edənlərə qoşularaq bizi əfsanəvi Bakı şəhərinə dəvət etdiyi üçün ev sahiblərinə təşəkkürümü bildirirəm.
Mən sizin paytaxtınıza ilk dəfə gəlirəm. Şəhərin möhtəşəmliyi bir fakt əsaslandırır ki, buraya daha əvvəl gəlməmək böyük səhv olub. Mən ümid edirəm ki, Macarıstan uzun müddət bu ərazi ilə Avropa Birliyi arasında əməkdaşlığın qurulmasına kömək edəcək. Cənab Prezident, icazə versəniz, mən 3 məsələyə toxunmaq istərdim. Öncə, bizim kiminsə qalib gələcəyi və ya kiminsə məğlub olacağı fəlsəfəsinə əsaslanan əməkdaşlıq və ittifaqlar üzrə təcrübəmiz var. Beləliklə, hazırda əməkdaşlıq üçün doğru zamandır. Çünki bu bütün tərəfləri qane edən bir vəziyyətdir. Bu, hamıya uğur gətirəcək əməkdaşlıqdır. Bu əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyi üçün biz çox məmnunuq. Bu, dünya siyasətinin gələcək 10 illikləri üçün bir müjdədir. Qeyd etmək istədiyim ikinci məsələ isə hər bir Macarın düşüncəsində olan şaxələndirmə məsələsidir. Əgər biz marşrutları və mənbələri ayırmasaq, enerji bazarında rəqabət yaranmayacaq. Enerji bazarında rəqabət olmasa, biz həmin biznes sahəsini siyasiləşdirmiş olacaq. Enerji və siyasətin birləşməsi isə bizim hamımız üçün bir çox problemlər yaradır. Bu səbəbdən şaxələndirmə bu vəziyyətdən çıxış yolu və rəqabəti təmin edəcək amildir. Bu investisiya və əməkdaşlıq marşrut və mənbələrimizin şaxələndirilməsinin gözəl nümunəsidir. Sonda bildirmək istərdim ki, Zati alilərinin qeyd etdiyi kimi, biz Macarlar bu əməkdaşlığın qərb hissəsini təmsil edirik. Biz bunun nə demək olduğunu bilirik. Biz bu layihəyə ciddi yanaşırıq və Rumıniya ilə əməkdaşlıq zamanı əlimizdən gələni edəcəyik ki, bu layihənin bütün Avropa Birliyi üçün rəqabətə davamlı bir layihə olduğunu göstərə bilək. Bu yolla biz layihənin sabit təməlini təmin edəcəyik. Beləliklə, Zati aliləri, sizə dəvətiniz üçün təşəkkürümü bildirirəm. Mən burada olmaqdan çox məmnunam və sizə bütün Macar xalqı adından minnətdarlığımı çatdırıram. Təşəkkür edirəm. Təşəkkür edirəm. İndi isə suallara keçirik. İlk sual Rumıniya tərəfindəndir. Mirela Barbulescu. Mənim sualım Prezident Traian Basescuyadır. Mən soruşmaq istəyirəm ki, Avropanın maliyyə vəsaitləri bu layihə üçün istifadə oluna bilərmi? Bunun Nabucoya nə cür təsiri olacaq? Eyni zamanda demək istəyirəm ki, Azərbaycan tərəfi də Nabucoda iştirak etmək istəyini bildirmişdir. İndi isə mən sizin yeni bir layihə ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Gəlin sualınızın sonuncu hissəsindən başlayaq. Rumıniya texniki əsaslandırma işini hal-hazırda aparmaqdadır və bunu ABŞ hökuməti öz İnkişaf və Ticarət Agentliyi vasitəsilə maliyyələşdirir. Və burada söhbət Konstansiyada maye qaz terminalının tikintisi ilə bağlıdır. Yəni, burada Amerika tərəfdaşları istəyir ki, araşdırma daha geniş şəkildə aparılsın ki, bura Gürcüstan da daxil edilsin. Buna imkan da var. Ona görə öncə demək istəyirəm ki, bunu maliyyələşdirmək olar və texniki əsaslandırma işinin də vaxtında həyata keçirmək olar. O ki, qaldı qiymət məsələsinə, mən bu haqda heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, əgər layihə icra olunarsa, bu Ticarət və İnkişaf Agentliyi tərəfindən maliyyələşdiriləcək və mərhələlərlə həyata keçiriləcək. Konstansiya terminalı vasitəsilə ildə 10 milyard kubmetr qaz ötürüləcəkdir. Növbəti ildə əlavə 10 və üçüncü ildə əlavə 10 milyard kubmetr. Bu isə ümumilikdə 30 milyard kubmetr təşkil edəcək. Bu layihə ilk növbədə bazarda olan tələbatdan asılı olacaqdır. Digər tərəfdən təchizat mənbələrdən asılı olacaqdır. Təbii ki, layihənin birinci mərhələsinə gəldikdə əminliklə qeyd etmək olar ki, bu Azərbaycan qazı sayəsində həyata keçiriləcəkdir. Avropa maliyyəsi cəlb olunacaqdır ki, texniki əsaslandırma işi başa çatdırıldıqdan sonra biz daha ciddi şəkildə həmin bu sərmayənin maliyyə mənbələri haqqında danışa bilək. Biz hal-hazırda o öhdəlik, o məsuliyyəti öz üzərimizə götürürük ki, biz dövlətlər kimi layihənin müxtəlif mərhələlərinə hazırıq.
Daha sonra isə növbəti bir mərhələ kimi sərmayələri, terminalları istismar edəcək şirkətləri müəyyən edəcək. Bu, özəl şirkətlərə məxsus olan terminallar olacaqdır ki, biz bir növ özəl sərmayələri cəlb edə bilək. Biz istəyirik ki, işlər başlansın. Yəni, burada milli şirkətlərin oynadığı rol, 4 ölkənin şirkətlərinin oynadığı rol ondan ibarət olacaq ki, onların Buxarestdə ümumi bir ofisi olsun və layihə çərçivəsində bunu irəliyə doğru apara bilsinlər. Mənim üçün bu layihə nə qədər vəsaitin sərf olunacağını demək çətindir. Siz bilirsiniz ki, bu ən ucuz və ən az vəsait tələb edən bir layihə olacaqdır. Mövcud olan bu alternativ yollar arasında Xəzər dənizi və Mərkəzi Asiyadan olan enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasının ən asan yoludur. Qiymətlərə gəldikdə isə bu çox yaxşı rəqabət qabiliyyəti olan bir layihə olacaqdır. İkinci sual Gürcüstan tərəfindəndir. Nino Sampraşvili, Rustavi televiziyası. Cənab Prezidentlər, Cənab Baş Nazir, çox sağ olun. Sizdən bir daha bu layihənin şaxələndirmə və alternativ təchizat marşrutları nöqteyi nəzərindən əhəmiyyəti barədə soruşmaq istərdim. Və bu, hamı üçün enerji təhlükəsizliyinin təminatçısı kimi hesab edilə bilərmi? Sağ olun. Sual ilk baxışda göründüyündən daha geniş sahələri əhatə edir. İlk növbədə qlobal iqtisadiyyatda bir çox çətinliklər mövcuddur. Bunlar gələcəkdə də olacaq. Buna görə də biz Avropanın, məsələn, 10 ildən sonra necə olacağını deyə bilmərik. Şübhəsiz ki, Avropa və qlobal iqtisadiyyatda bir çox qeyri-müəyyən məqamlar var. Əsas məsələ siyasətçilərin və xalqların bu qeyri-müəyyənliklərə necə cavab verməsidir. Burada iki mümkün hal ola bilər. Birincisi, heç bir tədbir görməmək və qlobal maliyyə böhranının bitməsini gözləmək. Digər variant isə fəal olmaq və qlobal böhranla mübarizə aparmaq və yeni perspektivlərin müəyyənləşdirilməsindən ibarətdir. İnanıram ki, bu baxımdan layihə çox vacibdir. Çünki o, qeyri-müəyyənlikdə olan qlobal iqtisadiyyata yaxşı bir cavabdır. Bu, eyni zamanda Avropalılar üçün də yaxşı ismarıcıdır. Bilirsiniz, bu çox vacibdir. Büdcələrin tarazlığı da çox vacibdir. Lakin biz bunlarla kifayətlənməməliyik. Buna görə də biz işləri davam etdirməliyik. Hərəkət olmadığı yerdə biznes də olmur. Biznes olmadıqda iqtisadi inkişaf da olmur. İqtisadi inkişaf olmadıqda isə insanlar işsiz qalır. Doğrudan da insanlar işsiz qalır. Avropa təcrübəsində siyasi sabitsizlik baş verə bilər. Bununla da əgər biz Avropa sülh və sabitlikdə yaşamaq əzmindəyiksə, o zaman biz qeyri-müəyyənliklərə rəğmən fəal olmalıyıq. Budur bu layihənin siyasi anlamı. Məhz buna görə mən fəal qrupun üzvü olmaqdan çox şadam. Kim tərəddüd etmir, çətin vəziyyətlərin öz-özünə həllini tapacağını gözləməyin. Çalışın gələcəyi özünüz yaradın. Məni həvəsləndirən məhz budur. Bu nöqteyi nəzərdən bizim ittifaq növbəti 10 illikdə Avropa iqtisadiyyatının sabitləşməsinə töhfələr verəcəkdir. Əlavə etmək istərdim ki, şaxələndirmə enerji təhlükəsizliyinin mühüm elementlərindən biridir. Çünki Azərbaycan kimi dünyanın neft və qaz bazarlarına birbaşa çıxışı olmayan ölkələr, mən burada böyük bazarları nəzərdə tuturam, daim şaxələndirilmiş təchizat marşrutlarına ehtiyacının yarandığı vəziyyətlə üzləşirlər. Şaxələndirilmiş təchizat infrastrukturu yarandıqda isə müstəqil enerji siyasətini yürütmək imkanlarımız sürətlə artır. Deyə bilərəm ki, bir vaxtlar Azərbaycanın enerji daşıyıcılarının şaxələndirilmiş nəql etmə infrastrukturu yox idi. Bizim Sovet dövründə tikilən bir neçə neft və qaz boru kəmərlərimiz var idi və onlar fəaliyyət göstərmirdi. Hasilata yatırılan sərmayələr nəql etmə infrastrukturuna qoyulan sərmayələrlə paralel aparılırdı. Məhz bu yolla Bakı-Subsa neft boru kəməri,
sonra isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və daha sonra Bakı-Tbilisi-Arzurum qaz boru kəməri tikilmişdir. Hazırda böyük neft və qaz ehtiyatları, o cümlədən hasilatı olan Azərbaycan kimi ölkənin nefti və qazı bütün istiqamətlərə nəql edən 7 boru kəməri var. Bütün bu boru kəmərlərini genişləndirmək üçün yaxşı imkanlar var. O cümlədən texniki cəhətdən, əgər özümüzün və qonşu ölkələrimizin təbii qazını daha çox nəql etmək zərurəti yaranarsa, biz əlavə boru kəmərlərini də tikə bilərik. Bizim üçün şaxələndirmə enerji potensialımızı reallaşdırmaq qabiliyyəti deməkdir. Biz tam dərk edirik ki, şaxələndirmə enerji ehtiyatları ilə özünü tam təmin etməyən ölkələr üçün proqnozlaşdırmanın mümkünlüyü və enerji təhlükəsizliyi deməkdir. Bildiyimiz kimi, bugün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Bu səbəbdən bugünkü tədbirin və bəyannamənin, keçirdiyimiz sammitin əhəmiyyəti ondan ibarətdir ki, biz səylərimizi birləşdiririk. Biz hamımız bu layihənin həyata keçirilməsində maraqlıyıq. Siyasi səylərimizlə, maliyyə resurslarımızla və təbii ki, maliyyə bazarlarının imkanları ilə biz bu layihənin həyata keçirilməsi üçün töhfə verəcəyik. Bu da həm hasilatçı, həm istehlakçı, həm tranzit ölkələr üçün şaxələndirməni təmin edəcək. Üçüncü sual Macarıstan tərəfindəndir. Robert Nemet, buyurun. Qazın Qafqazdan mərkəzi Avropaya nəqli üçün bir neçə yanaşma mövcuddur. Siz məhz bu layihənin reallaşmasının şanslarını necə qiymətləndirirsiniz? Nəzərə alsaq ki, artıq Azərbaycan və Rusiya arasında qaz alqı-satqısına dair anlaşma imzalanıb. Mümkünsə ölkənin qaz ehtiyatlarını açıqlayardınız və Aqri layihəsi hansı həcmdə qazla təchiz edilə biləcək? Bugün biz bu məsələləri müzakirə etdik. Rəqəmlər bəllidir. Bu il Azərbaycanda qaz hasilatının həcmi 28 milyard kubmetrdir. Deyə bilərəm ki, daxili tələbat təxminən 10-11 milyard kubmetrə bərabərdir. Qalan hissəsi isə ya ixrac olunur və ya daha çox neftin hasilatı və eyni zamanda qazın ehtiyatda saxlanılması üçün yenidən quyulara vurulur. Çünki bugün bizim qaz hasilatımız ixrac etmə imkanlarımızla məhdudlaşır. Biz bugün ixrac edə bildiyimiz həcmdən daha az ixrac edirik. Bu səbəbdən biz yeni bazarlar, yeni istiqamətlər axtarışındayıq. Bugün biz təkcə Rusiyaya deyil, digər qonşu ölkələrə də qaz ixrac edirik. Məsələn, Türkiyəyə qaz ixrac edirik. Bu il ixracatın həcmi 6 milyard kubmetrdən çox olacaq. Biz bir neçə milyard kubmetr qazı ixracat üçün asanlıqla artıra bilərik. Biz Gürcüstana qaz ixrac edirik. Bu təxminən 1 milyard kubmetrdən çoxdur. Bu Gürcüstanın bugünkü tələbatıdır. Əminəm ki, bu həcm artacaq, çünki Gürcüstanın iqtisadiyyatı sürətlə inkişaf edir və biz həcmin artımına hazır olacağıq. Biz eyni zamanda İrana da qaz ixrac edirik. Mövcud potensial və boru kəmərləri əlavə qaz təchizatını təmin edə bilər. Ötən il biz Rusiya ilə müqavilə imzaladıq və bu ilin əvvəlindən etibarən biz məhdud həcmdə yarım milyard kubmetr qazı Rusiyaya nəql edirik. Lakin Rusiyanın Azərbaycan kimi yaxın ölkənin qazı ilə öz cənub bölgəsinin qaz təchizatına dair artan tələbatını və bizim qaz hasilatımızın artmasını nəzərə alaraq biz Rusiyaya ixrac olunan qazın həcminin artımına qərar verdik. Bu il bu həcm 1 milyard kubmetrə çatdırılacaq və gələn il isə bu həcmin 2 milyard kubmetrə çatdırmağa razılaşdıq. Əlavə tələbat yenə də olarsa, onu artırmaq imkanımız var.
Düşünürəm ki, bugünkü qaz hasilatımızın və ixracatımızın səviyyəsi bizim digər layihələrdə iştirakımıza mane olmur. Biz Cənub dəhlizinə aid layihələrə çox böyük əhəmiyyət veririk. Biz Cənub dəhlizini bir istiqamət kimi qəbul edirik. Baxmayaraq ki, Cənub dəhlizi çərçivəsində bir neçə layihə var. Ən tanınmışı yəqin ki, Nabucco'dur. Çünki onunla bağlı bir çox görüşlər, sammitlər keçirilib, danışıqlar aparılıb. Deyə bilərəm ki, ötən il Azərbaycan Enerji Təhlükəsizliyi sammitində iştirak etmişdir və biz də Nabucco ilə bağlı bəyannaməyə imza atdıq. Digər isə Türkiyə, Yunanistan, İtaliya layihəsidir. Üçüncüsü Trans-Adriatik layihəsidir. Növbətisi isə Aqri layihəsidir. Bütün bu layihələr Cənub dəhlizinin bir hissəsidir və biz onların hamısını dəstəkləyirik. Düşünürəm ki, bunların hamısının potensialı var. Biz bu işlərə başlamalıyıq. Biz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini 1 milyon barel hesabı ilə tikməyə başlayanda bizim hasilatımızın həcmi 200 min bareldən də az idi. Biz mövcud hasilat potensialımızdan 5 dəfə artıq həcmə malik olan boru kəmərinə sərmayə qoyduq. Bugün Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdıqdan 4 il sonra bu boru kəməri demək olar ki, tam gücü ilə fəaliyyət göstərir. Əminəm ki, bu Aqri və digər layihələrdə də baş verəcək. Biz Avropa bazarında etibarlı və uzun müddətli qaz təchizatçısı olaraq qalacaq. Və sonuncu sual Azərbaycan tərəfindən Arzu Sultanlı, Azərbaycan televiziyası. Cənab Prezident, ümumiyyətlə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu haqqında nə deyə bilərsiniz? Bugün biz bu məsələni ətraflı müzakirə etdik. Uzun illərdir ki, biz bu istiqamətdə çalışırıq. Öncə qeyd etdiyim kimi, enerji təhlükəsizliyi hamı üçün təhlükəsizliyi təmin etməli olan çoxtərəfli bir məsələdir. Bizim üçün Avropanın enerji təhlükəsizliyi Azərbaycanın yeni sahələrə daha çox sərmayə qoymaq və daha çox hasil etmək imkanları deməkdir. Bugün summit zamanı çıxışımda mən bildirdim ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon kubmetrdir. Reallıqda isə bu 5 trilyon kubmetrdir. Bu səbəbdən hasilatı artırmaq üçün bizə etibarlı, böyük və daha çox bazar lazımdır. Bugün biz Azərbaycanda qaz yataqlarına böyük sərmayələrin qoyulması ərəfəsindəyik. Müəyyən hesablamalara görə bu təxminən 20 milyard dollardır. Deyə bilərəm ki, son 16 il ərzində Azərbaycanın neft və qaz sektoruna yatırılan sərmayələrin ümumi həcmi 46 milyard dollar olmuşdur. Bu kifayət qədər böyük bir rəqəmdir, lakin təkcə 20 milyard dollar yalnız Şahdəniz yatağına yatırılacaq və bu bizə mövcud hasilatdan azı 16 milyard kubmetr əlavə qaz hasil etməyə imkan verəcək. Bu da təxminən 40 milyard kubmetr təşkil edəcək. Bu vəsaiti yatırmaq üçün bizə yeni bazarlar lazımdır. Çünki qaz biznesində əvvəl gərək bazar mövcud olsun, sonra isə sərmayələr qoyulsun. Bu səbəbdən bizim üçün Avropanın enerji təhlükəsizliyi, alternativ və əlavə təchizat marşrutlarının təmin edilməsi baxımından Avropalıların özündən heç də az əhəmiyyət kəsb etmir. Bir daha baş nazir Orban qeyd etdiyi kimi, bu hamını qane edən bir vəziyyətdir. Bu sahədə biz sıx çalışırıq və biz bütün planlaşdırdığımız işləri böyük məsuliyyətlə və sadiqliklə həyata keçirəcəyik. Sağ olun.